Milli Məclisin üzvü Qüdrət Həsənquliyev hazırda bizi canlı bağlantıda gözləyir. Qüdrət bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun, axşamınız xeyir. Hər vaxtınız xeyir. Qüdrət bəy, qeyd etdiyimiz kimi hazırda son gələn xəbərlər artıq Birləşmiş Ştatların yəni müəyyən hədəfləri vurması deyil də Tehranı, İranı daha çox çökdürmə strategiyasına üstünlük verdiyini görürük. Sizcə yəni biz yəni Trump'ın Azərbaycan prezidentindən də mövcud vəziyyəti soruşması ona demək əsas verir ki, bölgəni, bölgə ölkələri daha yaxşı tanıyır. Bu nəticə verərmi? Əslində Amerika Birləşmiş Ştatları uzun müddətdə İranı blokadada saxlamaqla İran iqtisadiyyatına xeyli dərəcədə ziyan vurub və sonuncu prezident seçkilərində Pezeşkiyan öz namizədliyini irəli sürəndə mən də o zaman söyləyirdim ki, bəlkə də bu İran üçün sonuncu şansdır ki, ölkə hansı yolla inkişaf edəcək. Əgər ali dini rəhbər Pezeşkiyanı müdafiə edəcəksə və onun islahatlar həyata keçirməyinə dəstək olacaqsa, bu zaman İran fərqli bir yolla inkişaf edəcək. Yox, əgər Pezeşkiyana dəstək olmasa, sadəcə olaraq onu daxildə müəyyən problemlərin həlli üçün hakimiyyətə gətirilibsə və bir müddətdən sonra gözdən salınaraq hakimiyyətdən uzaqlaşdırılacaqsa, o zaman İranı çətin günlər gözləyəcək. Və çox təəssüf ki, Pezeşkiyana ölkədə islahatlar həyata keçirməyə imkan verilmədi. Pezeşkiyan dəfələrlə bəyan elədi ki, biz sanksiyaların aradan qaldırılması üçün Qərblə, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə yaxından əməkdaşlıq etməliyik. Amma ona bu şans tanınmadı və beləliklə də müharibədən qaçmaq mümkün olmadı. Və nəticədə İran bu müharibədə çox böyük bir zərbə alıb. Yəni İranda bir çox dəniz donanmasına ciddi zərbə vurulub, hava hücumundan müdafiə sisteminə ciddi zərbə vurulub, bir çox strateji obyektlər dağıdılıb. Hələ biz şükür eləyək ki, burada sözsüz ki, Azərbaycanın və Türkiyənin digər İslam dünyasının qonşu ölkələrin də Amerika Birləşmiş Ştatlarına təsiri çox böyük oldu ki, strateji obyektlərə və mülki infrastruktura zərbələr endirilməsin. Bu, ona görə bölgədə humanitar fəlakətə yol açacaq. Vaxtilə Suriyada belə bir humanitar fəlakət yarandı və Suriyalılar Türkiyə üzərindən Avropaya üst tutdular. O cümlədən Amerika Birləşmiş Ştatlarının Avropadakı tərəfdaşları da bunun ciddi şəkildə əleyhinə idilər və nəzərə alsaq ki, Trump'ın özü də Nobel mükafatı almaq istəyir və o həqiqətən də istəmirdi ki, tarixdə humanitar fəlakətin yaşanmasına səbəb olan bir prezident kimi qalsın. O desə də, yəni əlbəttə bir neçə körpüyə zərbələr endirildi, amma elektrik stansiyalarına zərbələr endirilmədi. Yəni bu mülki infrastruktura ciddi ziyan vurmadılar. Nəticədə isə artıq alıblar İranı blokadaya, İran öz neftini sata bilmir, İranın da iqtisadiyyatı neftdən çox asılı vəziyyətdədir. Buna görə də doğrudan da İranı daxildə ciddi problemlər gözləyir. Bu gün də Truth Social sosial şəbəkədə Trump bəyan eləyib ki, İranda inflyasiya 300%-ə çatıb. İndi bu nə dərəcədə doğru deyə bilmərəm, amma inflyasiyanın yüksək olması artıq bu bir faktdır. Və o qeyd edib ki, artıq İran bundan sonra regionun, yəni bölgənin, yaxın şərqin xuliqan dövləti ola bilməyəcək. Ona görə ki, onun ordusu dağıdılıb. Bu baxımdan İranın artıq hərbiçilərini də siz qeyd elədiyiniz kimi maaşını verə bilmir. Bu baxımdan doğrudan da daxildə indi aktiv faza müharibənin başa çıxandan sonra ciddi problemlər başlayacaq. Həm hakimiyyət uğrunda mübarizə, həm də dediyim kimi bir çox sosial problemlər qalxacaq və hökumət o problemləri də o sanksiyalar aradan qaldırılmadan, İrana investisiya yatırılmadan o problemləri həll etmək gücündə deyil. Yəni bu baxımdan Amerika Birləşmiş Ştatları fərqli bir yol seçib, İranın tam blokadası yolunu seçib. Bu gün də Trump bəyan edib ki, Hörmüz boğazına Amerika Birləşmiş Ştatları tam nəzarət edir. Yəni İran bir gəmi də olsun belə öz neftini sata bilməyəcək. Və mən də hesab edirəm ki, əgər hələlik Amerika Birləşmiş Ştatları və Avropa İranın bütövlüyündə maraqlıdır. Və onlar istəsələr ki, İranı daxildən dağıtsınlar və bu halda mən təmin edirəm ki, orada milli qüvvələrə də dəstək veriləcək və bu zaman milli zəmində İranın parçalanması daha asan olacaq. Sosial problemləri də bunun üstünə gəlsək, bunun reallaşma imkanları çox böyükdür. Bu baxımdan İranın indiki rəhbərliyi Pezeşkiyana
real rəhbərliyindən söhbət gedir, yəni Sepahdan söhbət gedir. İndi ali dini lider haqqında ətraflı məlumat yoxdur. Bəlli deyil ki, o ölkəyə nə qədər nəzarət eləyir. Siyasi qərarlar doğrudan onun tərəfindən qəbul olunur. Bu barədə ciddi bir qəti fikir söyləmək çox çətindir. Amma hər bir halda ölkəni Pezeşkiyanın idarə etmədiyi bu gün kimi ortadadır. Yəni gün kimi aydındır, bu ortadadır, bu bir faktdır. Ona görə Pezeşkiyanın xalq tərəfindən seçilmiş bir prezident kimi İranın indiki siyasi rəhbərliyi ona ciddi dəstək olsa və görsələr ki, başqa yol yoxdur, mən əminəm ki, baxmayaraq ki, Pezeşkiyan yanvar ayında dinc insanların gülləbaran edilməsini o da dəstəkləyib və bununla da onu xeyli dərəcədə, belə deyək də, bir növ əllərini qana batırdılar. Amma bütün bunlara baxmayaraq hesab edirəm ki, Pezeşkiyan öz ölkəsi üçün bundan sonra nələrsə edə bilər. Doğrudan da İranı dinc inkişaf yoluna çıxarda bilər. Amerika Birləşmiş Ştatları ilə dil tapa bilər. Bu işdə Azərbaycan da onunla çox yaxından kömək edə bilər. Türkiyə də çox yaxından kömək edə bilər. Pakistan da kömək edə bilər. Yəni bunun üçün dediyim, bunun üçün istəməlidir. Bəli, buna imkan yaradılmalıdır. Amma mən sözün doğrusu bu da çox az ehtimal olunur ki, hazırki İranın o silahlı rəhbərliyi, hərbi rəhbərliyi, yəni o imtiyazlardan imtina edəcək. İqtisadiyyatın əsas gəlirli sahələri onların nəzarətindədir. Bilirsiniz, ölkədə ciddi müəyyən mənədə inhisarçılıq var və ölkədə böyük iqtisadi islahatlara aparılmadan, xarici investisiya cəlb eləmədən ölkənin indiki vəziyyətdən çıxartmaq xeyli çətin olacaq. Ona görə ki, böyük investisiyalar yatırılmalıdır iqtisadiyyata. Və İranın da belə özünün bu imkanları yoxdur, bu pulu yoxdur. Xaricdə olan pullar dondurulub və neft də sata bilmir. Və onun ticarət imkanları da get-gedə məhdudlaşacaq. Bu baxımdan Pezeşkiyanın əslində bugünkü açıqlaması, hansı ki Fars agentliyi bunu yayıb, əslində o daxilə mesajdır. Daxildəki həmin o qüvvələrə mesajdır ki, siz bu inkişafın qarşısından çəkilməsə, siz fərqli bir İran yol seçməsə, bu yaxşı işinə vəd eləmir. Və biz İranın doğrudan da axı, indi mən Trump'ın o sözünü müəyyən mənada qərbçiyə salmaq istəmirəm. Biz gözümüzün qabağında müsəlman ölkəsi olan İranın, məsələn, Zəngəzur dəhlizinin açılmasına necə mane olduğunu biz görmüşük və bu gün də İranın mövqeyi bizi həqiqətən çox pərişan edir. Azərbaycanın İrana verdiyi bütün dəstəyin qarşılığında və biz gördük ki, Azərbaycan torpaqları bir müsəlman şiə ölkəsinin torpaqları işğal olunanda İranın tutduğu mövqeyi bizi çox üzdürdü və biz ona görə ki, bu ölkənin əhalisinin az qala yarısı Azərbaycan türkləridir. İran doğrudan da özünün xarici siyasətinə yenidən baxmalıdır, qonşularla münasibətlərə yenidən baxmalıdır və o cümlədən Amerika Birləşmiş Ştatları və Qərblə münasibətləri nəhayət ki, tənzimləməlidir. Bilirsiniz, İrana heç kim qalib gələnməz, biz hamıdan güclüyük, biz istədiyimizi eləyəcəyik. Yəni, bu müasir dövrdə 21-ci əsrdə qəbul olunmayan, beynəlxalq birlik tərəfindən, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmayan bir mövqedir. Hazırda dünyada tam müstəqil heç bir dövlət yoxdur. Dünyanın ən super gücü Amerika Birləşmiş Ştatları belə özünün daxili və xarici siyasətində mütləq beynəlxalq birliyin və öz müttəfiqlərinin mövqeyini nəzərə alır. Və İran da bunu nəzərə almalıdır və Pezeşkiyan, bir daha söyləyirəm, bəlkə də sonuncu şansdır ki, yenə də nəsə eləyə bilər. Bundan sonra əgər orada Pezeşkiyan da hakimiyyətdən kənarlaşdırılsa və orada da doğrudan da hansısa bir general tamamilə hakimiyyəti götürsə, qarşıda İranı çox ağır və çətin günlər gözləyir. İndi vurğuladınız siz bu məqamlara. Dediyimiz kimi maliyyə sanksiyası altındadır, Hörmüzlə bağlı məsələ, yəni orada blokada vəziyyəti davam edir. Bir tərəfdən də artıq Birləşmiş Ştatlar bombardmanların işə yaramadığını görür. Pezeşkiyan açıqlamasına toxundunuz. Deyək ki, bu mövcud vəziyyət İran daxilində sosial böhranı dərinləşdirdi. Bu, Amerikanın deyək ki, əsas strategiyasıdır. Böhran dərinləşərsə, xalq etiraz edərsə, məsələ Amerikanın hədəfi idarə etmə modelini dəyişməkdirmi? Yoxsa siz dediyiniz kimi bu mövcud vəziyyət daha da dərinləşərək parçalanmanı da gündəmə gətirə bilər? Yəni, bugün İranın parçalanması Amerikanın istəyidirmi? Amerikanın planında varmı? Pezeşkiyan hakimiyyətə gələndə özü bəyan eləmişdir ki, İranın əgər doğrudan da islahatlar aparılmasa və daxili problemlər səbəbindən, o zaman hələ müharibə yox idi. Biz müharibə başlanmamışdı. Yəni, söhbət Pezeşkiyanın təzə hakimiyyətə gəldiyi ilk aylardan söhbət gedirdi. O demişdi ki, İran ən azı 4-5
yerə bölünə bilər. Mən bir daha söyləyirəm ki, bu gün Amerika Birləşmiş Ştatları İranın parçalanmasında maraqlı deyil. Ona görə də gördünüz, onlar heç bir milli hərəkata dəstək vermədilər və milli məsələləri qabartmadılar bu illər ərzində. Onlar çalışırlar ki, əslində İranın bütövlüyü qorunsun, saxlansın. Çünki İran onlara Səudiyyə Ərəbistanına və Türkiyəyə qarşı həm də bir ölkə kimi istifadə olunur və bu daim bu ziddiyyətləri yaratmağa çalışıblar və bundan sonra da çalışacaqlar ki, bu ölkələri üz-üzə qoysunlar. Bu ölkələr heç vaxt vahid mövqedən, eyni mövqedən çıxış eləməsinlər. Bunların istədiyi oydu ki, əlbəttə imkan olardısa Şahın oğlunu geri qaytarsınlar, amma Trump da başa düşdü ki, bu çox qeyri-realdır. Ona görə ki, İranda şah dövründə yaşamış insanlar hələ də dururlar və gənc nəsil də şah dövründəki o ədalətsizliklərin şahidi olub, qanunsuzluqların şahidi olub. Ona görə də bu qeyri-realdır. Bunlar sadəcə olaraq orada bir avtoritar rejimi yaratmaq və onun başına da özlərinin bir adamını gətirmək istəyirdilər ki, sadəcə həmin şəxs bu gün Venezuelada olduğu kimi Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq eləsin, İranın neftini necə ki bu gün Venezuelanın neftini Amerika Birləşmiş Ştatları satır və o formada onlar İranın iqtisadiyyatına daxil olsunlar, İranı idarə eləsinlər. Sözün doğrusu daha çox Amerika Birləşmiş Ştatlarının istədiyi budur. Amerika Birləşmiş Ştatlarının mən düşünmürəm ki, onlar doğrudan da İranda çox demokratik bir dövlətin qurulmasını istəyirlər. Çünki niyə istəmirlər soruşarsınız o halda? Mən hesab edirəm ki, İranda demokratik bir dövlət qurulsa, ölkənin resursları çox böyükdür və İran qısa bir müddətdə regionun çox güclü bir dövlətinə çevriləcək və onlara da güclü dövlət, güclü İran lazım deyil, onlara idarə olunan İran lazımdır və bu baxımdan da avtoritarizmdə İranın inkişafının qarşısını bir mənalı şəkildə alacaq. Ona görə ki, orada əgər qanunların aliliyi təmin olunmursa, hüquqi dövlət yoxdursa, deməli orada güclü məhkəmə sistemi olmayacaq, məhkəmə sistemi yoxdursa, deməli orada iqtisadiyyat inkişaf elə bilməyəcək, orada mülkiyyət toxunulmazlığı olmayacaq və ölkənin inkişafı mümkünsüz olacaq. Bu baxımdan... Çox üzr istəyirəm Qüdrət bəy. Bunu Amerika istəməyə bilər, məsələn, demokratik bir İran olsun. Amma İran illərdir idarə etmə modelini bilir. İnsanların təfəkkürünə də bu yeriyib. Yəni, bugünkü mərhələdən sonra nə dərəcədə mümkündür İranda demokratik bir ölkə qurulsun, rejim qurulsun? Əlbəttə, bunun tamam haqlısınız o məsələdə. Söhbət ondan gedir ki, bilirsiniz, demokratiya bir gündə yaranmır, amma bu proses başlanmalıdır nə zamansın və bu proses tədricən irəli getməlidir, aparılmalıdır. Söhbət bundan gedir ki, yəni biri var, ölkə bir demokratik ölkə elan olunur, orada siyasi institutlar yaradılır, mülki cəmiyyət, belə deyək, strukturları, institutları formalaşır və bunun nəticəsində tutaq ki, azad mətbuat yaradılır və proses yavaş-yavaş irəli gedir. Əlbəttə, bir gün ərzində demokratiya qurmaq mümkün deyil. Bu davamlı bir prosesdir. Bu gün Amerikanın özündə demokratiya uğrunda böyük bir mübarizə gedir. Avropada bu istiqamətdə mübarizə gedir. Amma mən hesab edirəm ki, İranda da müəyyən baza var. Bu illər, yəni İran cəmiyyətində demokratik cəmiyyət qurmaq hal-hazırda əlbəttə bu mümkün deyil. Bu xeyli zaman alacaq. Amma bu prosesin başlanması imkanları var. İlkin imkanlar var. İran Əfqanistan deyil. Əlbəttə İran Əfqanistan olsaydı mən deyərdim ki, orada bu heç cür alınmayacaq. İran həm də Şimali Koreya deyil. İranda hətta pis yaxşı indi namizədləri orada müəyyən bir kollegiya seçsə də, yəni dini rəhbərlik seçsə də, İranda hər halda bir seçki sistemi var. İnsanlar gəlirlər səs vermədə, bülletenləri atırlar və Pezeşkiyanın özü də o formada müəyyən mənada həm də xalqın iradəsinin nəticəsi olaraq seçilir. Onun üçün İranda demokratiya keçid prosesi başlaya bilər. Amma mən şəxsən o fikirdəyəm ki, bunu Qərb buna hazır deyil. Bəlkə də İran cəmiyyəti bu prosesə, bu keçidə hazırdır, amma ona dəstək verəcək Qərb dünyası, yəni İran xalqında ya bu potensialı bir qismi görmür, ya da ki, ümumiyyətlə onlar bunun heç arzulamırlar da qeyd elədiyim səbəbdən ki, yəni doğrudan da bir güclü müsəlman dövlətinin olması hesab edirəm, onlar özləri üçün bunu bir təhdid hesab edirlər və öz siyasətlərinin yaxın şərqdə həyata keçirilməsinə mane olacaq bir senari sayılır. Təşəkkür edirəm Qüdrət bəy. Minnətdaram dəyərləndirməniz üçün. Mən sizə təşəkkür edirəm. Sağ olun. İran istiqamətində gələn xəbərlərin müzakirəsini ekranlara gətirdik.